Salam, axşamınız xeyir olsun. MTV Azərbaycan efirində sənin seçimin canlı olaraq yayımdadır. Bugün anonslardan da gördüyümüz kimi panik ataklar və panik pozuntudan danışacağıq. Bununla bağlı studiyamıza dəyərli mütəxəssislər dəvət etmişəm. İlk olaraq onları sizə təqdim edim. Tibb Universitetinin Psixiatriya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Arazman Köhrü Laliyev. Doktor, xoş gəldiniz. Eyni zamanda bizim dəyərli həkim, psixoterapevt, eyni zamanda Səhiyyə Nazirinin, bunu hər zaman vurğulayıram, çünki çox önəmlidir, rəsmi fəaliyyət icazəsinə vəsiqəsi verilən həkimimiz Elmir Əkbər. Doktor, xoş gəldiniz. Hər birinizə dəvətimizi qəbul etdiyiniz üçün öncəliklə dərin təşəkkürümü bildirirəm. Mövzumuz günün aktual, çox yaralı bir mövzusu panik ataklar. Doktor, başlayaq elə sizdən. Panik atak və panik pozuntu. Ümumiyyətlə, səbəbi bilinməyən deyilsə də, amma səbəbsiz də heç bir ümumiyyətlə pozuntu və gedişat yaranmır, bunu bilirik. Bir neçə səbəblərə, psixoloji, tibbi xəstəliklərə, eyni zamanda yaşanan bir neçə problemlərlə bağlı panik ataklar yaranır. Nədir panik ataklar, niyə buna düçar oluruq? İlk buradan başlayaq. Buyurun. Bilirsiniz, panik atak bu termini, bu sözü, indi yəqin ancaq tənbəl bu sözü istifadə etmir. Kim müraciət edirsə, birinci xəstədən soruşanda ki, şikayətin nədir? Məndə panik atakdır. Bəli, özümüzə də bəzən diaqnozu qoyuruq. Panik atakdır, bipolar pozuntudur. Bunlar insanlar elə, mən bipolaram, mən panik atakam, mən bipolar, mən panik atak. Bəli, ona baxmayaraq ki, insanlar bunu tez-tez istifadə edirlər bu termin. Doğrudan da bu hal-hazırda, müasir dövrdə çox geniş yayılmış bir problemdir. Geniş yayılmış bir. Görürsünüz, mən nə ki, mən xəstəlik də demədim, mən dedim problemdir. Ona görə ki, bu o qədər tez-tez rast gəlinir ki, artıq buna heç xəstəlik kimidir. Bir müddətdən sonra xəstəlik kimi yox, normal bir hal kimi baxacaqlar. Mən belə fikirləşirəm, bəlkə də yox. Və bu xəstəliyin əsas əlamətləri ondan ibarətdir ki, insanda qəflətən, burada mütləq bir məqam var, qəflətən, tamamilə normal bir halda, heç bir problem olmayan bir halda, heç bir təkan verici bir faktor olmayanda, tamamilə sağlam, normal bir halda qəflətən insanda ataka, hücum kimi, ataka kimi yaranır fizioloji və psixoloji hissiyatlar. Bunların sayı o qədər çoxdur ki, indi başlasaq biz sadalamağa bir neçə saat çəkər. Sadəcə ürək döyüntüdən, baş gicəllənməkdən başlayaraq və hətta xəstə huşunu itirib, yıxırıb, hətta ölüm halına qədər özünü çatdıra bilər. Xəstə özünü. Xəstəlik yox. Xəstə özünü o vəziyyətə qədər çatdıra bilər. Bəli, bu tutma insanı tutur. İnsanda müxtəlif qorxular, dəli olmaq qorxusu, ölmək qorxusu, qeyri-adi bir hərəkət etmə qorxusu, cəmaatın qabağında biabır olmaq və s. qorxular çoxdur. Ürək döyüntü, baş gicəllənmə, ağızda quruluq, göz qaralma və s. çoxlu başqa əlamətlər. Və bu tutma bir neçə dəqiqədən bir neçə saata, bəzi hallarda hətta bir neçə gündə, o biraz çox olar, amma bir neçə dəqiqədən bir neçə saata qədər çəkə bilər. Və sonra necə başlayırsa, özü elə də öz-özündən keçib gedir. Keçib gedir və bir müddətdən sonra, onu da indi dəqiq nə qədər demək çox çətindir, bir müddətdən sonra yenə də bu hallar təkrar olunur. Ona görə bunun adı ataka, tutma. Və xəstəlik müalicə olunmayanda bu müddətlər azalır, ayıq müddətləri, sağlam müddətlər azalır və tutma müddətləri genişlənir, çoxalır və necə də olursa olsun, mütləq burada sağlam
hallar bir neçə dəqiqədən başlayaraq bir neçə saata qədər mütləq sağlam hallar olmalıdır, sonra tutma, sağlamlıq tutma. Və təbii ki, bu insanı tamamilə özünü həyatdan, cəmiyyətdən, ailədən xaric edir. İnsan öz fəaliyyətində çoxlu nöqsanlar buraxır və bu tutmaların qarşısını almaq üçün təbii ki, insanlar başlayırlar hansısa bir hərəkətlər etmək. Bunda biz görürsünüz ki, bu artıq panik tutma keçə bilər obsessiv kompulsiv pozuntuya ki, insanlar müxtəlif davranışa, hərəkətlərə əl atırlar ki, bu tutmanın qarşısını alsın. Bəli, onu dəf etmək üçün başqa hücum düşüncələri düşünür. Bunların yaranmasının səbəbi heç kəs dəqiq tam deyə bilməz. Ancaq hər insanın öz şəxsi bir səbəbi var. Düşünülmüş və ya düşünülməmiş formada, amma hər insanın öz şəxsi bir səbəbi ola bilər olsun. Müalicəyə qaldısa, burada əsas müalicə psixoterapiyadır. Yüngül, orta hallarda psixoterapiya, ağır hallarda təbii ki, psixoterapiya ilə paralel psixofarmakoloji, yəni ki, dərmanlar üsulları ilə müalicə ehtiyac var. Ehtiyac var. Bəli, bəzi çoxlarımızın isə panik atak deyəndə artıq onun müalicəsi yoxdur deyə anlayışı gəlir. Doktor, bu da ikinci bir qorxu və panika yaşadır bizə. Ölüm qorxusudur, dəli olacam düşüncəsidir və insanın özünün hərəkətlərinin kontrolunu itirməsi məsələsidir. Doktor da vurğuladığı kimi, səbəblər hələ də tam bilinməsə də, amma yenə də bəlli bir səbəb nəticəsində bunlar ortaya gəlir. Bəzən travmadan sonrası depressiyanı, bipolyar pozuntunun belə özünə bağlanılır ki, sonradan doğmanı itirməklə bağlı insanlar deyir, ondan sonra bu yarandı. İşini itirməkdən sonra insanlar var ki, deyir, mən buna düşdüm. Yəni, səbəblər çox saydadır. Bu fərdi yanaşma məsələsidir. Yəqin ki, hər kəs özünün düşdüyü münasibətə görə ölçür. Yenə də sonucda bu görüntülər, bu simptomlar, bu əlamətlər və günü-gündən də çoxalır, doktor. Artıq müəyyən yaşdan sonra əvvəllər görürdüksə, indi çox erkən və gənc yaşlarda bunlar baş verir. Burada genetik meyilli faktoru da rol oynaya bilirmi, yoxsa nədir bu qədər, bu intensiv sürətlə artım? Buyurun. Demək, təbii ki, bugünkü gün müasir təbabət biopsixososial modelin üzərində dayanır və bəzi xəstəliklərdə bioloji faktor, yəni genetika aparıcı rol oynayır. Məsələn, daha çox psixozlara aiddir bu. Amma belə deyək də, bu sadaladığımız hallar ki var, panik atak, təşviş həyəcan pozuntusu, fobiyalar, burada daha çox psixoloji və sosial faktorların rolu əhəmiyyətlidir. Mən istəyirəm tamaşaçılara bir vacib məsələni deyim ki, çox gözəl dediniz. İnsanların bir qismi zənn eləyir ki, ümumiyyətlə, panik atakdan və yaxud da depressiyadan sağalmaq mümkün deyil. Bəli. Bu sağalmır. Amma bilirsiniz, təəssüf ki, insan öz səhvini etiraf eləmək istəmir. O insanlar da etiraf eləmək istəmirlər ki, səhv onların özlərindədir. Ona görə ki, özlərini dələduzların qurbanına çeviriblər. Onlar doğru mütəxəssisə müraciət eləməyiblər. Bu və yaxud da başqa bir səbəbdən hansısa təəssüf ki, tibb sahəsinin də maklerləri peyda olubdur. Bir şəbəkə şəklində o ona ötürür, o buna göndərir. Müxtəlif insanlara aldanaraq, yəni və müraciət edən pasiyentlərin, belə deyək, anamnez, xəstəlik tarixçəsini araşdıranda da görürsünüz, neçə illərdir gəzmədikləri qapılar, döymədikləri qapılar, ünvanlar olmayıbdır. Çünki bu ən azından 3-5 yaşı var. Bəzilərinin 15 il, 10 ildir bu əziyyətdən çəkən insanlar var. Səbəb nədir? Səbəb odur ki, onlar səhv mütəxəssisə özlərini aparıb qurban eləyiblər. Və nədən gedir söhbət? İraq yaxşı həkimlərdən söhbət gedir dələduz nevroloqlardan, dələduz kardioloqlardan, dələduz digər sahənin həkimlərindən. Bunlar fırıldaqçı və şarlatanlardır. Mən onları həmişə ağ xalatlı qulyabanlar adlandırıram. Onlar bilirlər ki, bu insanın heç bir orqanik problemi yoxdur. Ürəyi sağlamdır. Çünki təşviş həyəcan pozuntusunda da, fobiyalarda da, panik pozuntuda da insanların ilk ağlına gələn ünvanlardan biri
kardioloq qapısıdır. Elə bilir ki, bu ürəklə bağlıdır. Çünki axı orada əlamətlər var. İndi irəliləyən dəqiqələrdə sayacağım. Onların içərisində ürək döyüntü, bəzən ürəkdə sancı, ürəkdə ağrı hissi və s. və ilax. Və qarşı tərəf onlar həkim adına da layiq deyirlər. Bilə-bilə ki, orada heç bir ürəyində problem yoxdur, götürür, müxtəlif psixotrop dərmanlar yazır. Yəni, insanları özlərindən asılı vəziyyətə salmaq üçün. Və eyni sözü həm də aid eləyə bilərik nevroloq və yaxud da digər sahənin həkimləri. Çünki bu gün kimi aydın bir məsələdir. Xəstəliklərin Azərbaycanda hal-hazırda 10-cu beynəlxalq təsnifatda F41.0 F kateqoriyası. F kateqoriyası nə deməkdir? Bu psixoloji pozuntudur. Bu nevroloji xəstəlik deyil. Nevroloji xəstəliklər, nevroloqun, nevropatoloqun işləməli olduğu xəstəliklər C kodu ilə gedən xəstəliklərdir. Və nəticə etibarilə nə olur? Axı nevroloq əslində kimlərlə? Bəzi dələduz, fırıldaqçı nevroloqlar özlərini reklam elətdirirlər sosial şəbəkələrdə və yaxud da hansı başqa yerlərdə ödəniş müqabilində. Görürsünüz, sadalanan xəstəliklərin içərisində heç nevroloji bir xəstəlik yoxdur. İnsult, parez, paraliç, iflic, nə bilim, Parkinson xəstəliyi, neyrodegenerativ, beynin orqanik xəstəliyi heç biri yoxdur. Gedəndə bir olubdur, mən bir pasiyentlər çox olur ki, deyirlər, meningitdən əziyyət çəkiblər, gediblər. Neçə-neçə nevroloq heç bir o meningiti müalicə eləyə bilməyib. Nəhayət savadlı bir nevroloq tapıblar, o müalicə eləyib və həmin o savadlı nevroloqlar nə deyir? Bu meningiti müalicə, amma get sənin bu təşviş həyəcan pozuntunu, get bu psixoloji problemdir. Get, допустим, psixoterapevt bu müalicəci, mən yox. Amma bu dələduz, başının içi, o boranın içi kimi boş olan saxta nevroloqlarsa, kardioloqlarsa deyir, yox. Onlar öz sahəsinin xəstəliklərlə məşğul olmur, amma həyəcan, təşviş pozuntusu, panik pozuntu və s. və ilaxır bunları və axı nevroloqun özünün işləməli olduğu xəstəliklər çox ağır, beynin orqanik xəstəlikləridir və o orada istifadə elədiyi dərmanı götürür, yazır bizim pasiyentlərə, panik atakı olan, fobiyası olan, depressiyası olan. Həmin o dərmanı, допустим, nevroloqun pasiyenti içməlidir, qısa bir müddətdə içir, sağalır, durur, gəzir. Axı panik pozuntunun müalicəsi uzun çəkir və o uzun müddətdə insan o preparatı içir, nə olur? O el arasında deyirlər, narkoman, narkotik asıllıq yaratdı filan dərman çevrilir. Həmin o doğrudan da narkotik kimi asılı, narkoman kimi bir asılı bir insana. Və o dərman təbii ki, istənilən narkotikin effekti necə olur? Bir müddətdən sonra artıq doza təsir eləmir. Məcburdur dozanı artırsın, məcbur və yaxud da saxlayanda da nə olur? Bir müddətdən sonra xəstəlik geri qayıdır və insanlarda da yanlış belə bir təsəvvür yaranır ki, panik pozuntu demək sağalmır. Çox gözəl sağalır. Əgər siz doğru ünvana gəlsəniz, çox gözəl də sağalır. Siz özünüz gedib özünüzü o dələduzların qurbanına çevirməyin. Təbii ki, orada əgər insanın yuxu ehtiyacı varsa, yatmaq istəyirsə, siz onu nə qədər yedizdirsəz, onun yatmaq ehtiyacı ödənilməyəcək axı. Ona görə də nevroloqun, kardioloqun, nə bilim, başqa həkimlərin elədikləri müalicənin də effekti olmur. Onlar da məcburda ağır bir preparatlar. Mən indi izləsinlər tamaşaçılarımız irəliləyən dəqiqələrdə qrup olaraq heç olmasa adını deyəcəm. Hansı dərmanlarla insanları narkomana çevirirlər, amma hansı dərmanlarınsa adını qaralayırlar. Halbuki onlar yeganə bəlkə də müalicə preparatlarıdır və onlar tamamilə təhlükəsizdir. Amma onları yazmaq, o dediyim dələduz həkimciklərə sərf eləmir. Çünki o dərman pasiyenti sağaldacaq və yenə də yaxşılarından iraq dələduz aptekdəki o satıcı, çünki o əczaçı adına da layiq deyil, ona da sərf eləmir. Çünki o gələn pasiyenti daim əlində saxlamaq istəyir axı. O faydalı preparatları hətta varsa belə onlar onu satmaq istəmirlər.
Tam doğrudur. Mən elə bu yaxınlarda əslində panik pozuntunu kim müalicə etməlidir mövzusuna elə sizə dönüş etmək istəyirdim. Bir neçə nevroloqlar var ki, sosial şəbəkədə səhifəsinə panik atağın, elə OKP-nin özünün müalicəsini yazmışdı. Mən onunla bağlı bizim verilişə dəvət etdim. Amma efirdə onunla bağlı gəlib danışmaqdan imtina etdilər. Çünki bəlkə də canlı efir və bilindi ki, panik ataq nevroloji, ümumiyyətlə nevroloq tərəfindən müalicə olunacaq, heç müayinə olunacaq və təsbit olunacaq bir diaqnoz xəstəlik deyil. Amma yenə də doktor dediyiniz kimi dəyərli həkimlərimiz də var. Bugün elə bir nevroloqa bir yaxın belə deyək də, rəfiqəmin demək olar ki, ailə üzvlərindən birinin çox ciddi bir problemi var idi. Mən onu nevroloqa yönləndirdim və o geri dönüş edərək mənə zəng vurdu ki, burada nevroloji yox, burada psixiatrik problemdir Ülviyə xanım. Ona görə də bunu psixiatr müayinə etsin, çünki bunda durum ciddidir. Bizlik görəcək bir şey yoxdur. Yəni, belə doktorlarımız da var. Söhbət Qalib Əsədovdan gedir. Elə efir vaxtında ona dərin təşəkkür edirəm. İnşallah ki də onlar, yəqin ki, o xəstəmi sizə yönləndirərik və artıq şəfasını tapar. Düzgün istiqamət əslində budur. Və peşəkarlıq da budur ki, onun sahəsində və onun istiqamətində gedişatı olmayan xəstəliyi öhdəsinə götürməklə onu doğru düzgün istiqamətə yönəltmək. Bu əslində böyüklükdür. İndi doktor, bir dənə şey bəli, buyurun. Və efirdən istifadə edərək bizim çoxlu dəyərli, belə bacarıqlı dostlarımız, nevroloqlar arasında, kardioloqlar arasında, başqa peşələr arasında da dostlarımız, həkimlərimiz, peşəkarlar, insanlar var. Bu söhbət onlara aid deyil. Tamamilə onlara aid deyil. Ona ki, hörmətli nevroloqlar var, dostlarımızdır, kardioloqlarımız var, dostlarımız var. Bəli, əməkdaşlıq etdiyiniz uzun illərdir. Biz onlarla görüşürük, danışırıq. Elmir bəy artıq deyəndə o insanlar bilir bu sözlər kimədir. Bəli, onlara aid deyil. Tamamilə onlara aid deyil. Ona görə ki, mən baxıram, mənim dostlarım var, kardioloqlar. Onların o qədər işləri var ki, əsl kardioloqun. Ki, o psixiatrik xəstəyə heç yaxın durmur, lazım deyil ona. Ya da ki, nevroloqun. Belə onun özünün xəstələri var ki, əgər siz deyirsiniz o XBT-də, əgər az-çox orada onların B-belə xəstəlikləri var, bizdə B-belə xəstəlikdir. Kardiologiyada B-belə xəstəlik var, bizdə B-belə xəstəlikdir. Onların öz xəstələri çoxdur. Onların bizim xəstələrə heç ehtiyacı yoxdur. Amma bəziləri də dələduzlardan. Bəli, bəziləri də artıq həkimciklik necə dediniz? Həkimciklər, ağ xalatlı qulyabanılar. Bəli, onlara bu söz onlara aiddir. Bəli, artıq onlarda da elə sakitləşdirici preparatlar yazan kardioloqlar və nevroloqlarımız. Hətta çox üzr istəyirəm. Bir məsələni də üstadçılıb ki, bəziləri heç tibb universitetini bitirməyib. Bir ara saxta kontorlar yaranmışdı Azərbaycanda. Bu 90-cı illərin hərc-məşliyində, 90-cı illərdə, 2000-lər əvvəlində təbii dövlət düşdü üstünə bağlatdı o kontorları, o Şaraşkin kontorlarını. Hansı ki, yəni də adam heç tibb universitetini bitirməyib. Təsəvvür eləyirsiniz? Mən şokdayam. Təəssüflər olsun ki, bu necə həkim adlandıra bilər özünü? Biz də elə hər zaman elə ilk veriliş açdığımız zamanda sırf olaraq sizlərə ilk açılandan burada daimi olaraq mütəmadi iştirak edən dəyərli doktorlardansınız. Burada psixoloji, psixiatrik xəstəliklər üzərindən qoyduq və hər dəfəsində mövzu olaraq bir xəstəlik üzərində danışaraq maarifləndirici bir xarakter daşıyacaq bir proqram etməyə çalışdıq ki, insanlar əslində hansı xəstəlikdən hansı mütəxəssisə doğru getməlidir deyə anlayışını dərk etsinlər. Yəni, bacaracağımız qədər təbii ki, bu informasiyanı ötürməyə çalışdıq və bu gündə panik ataq gündəmi zəbt edən ən demək olar ki, 5 nəfərdən 3 nəfərdə artıq bu diaqnoz var. Bəzən də dediyiniz kimi özümüzə bunu qoyuruq. Biraz qorxu hofu yaranan kimi deyir, məndə panik ataq yarandı. Bunun diaqnozunu təsbit etmək dedik, ataqlar neçə günlərə təsbit olunur. Bir də pozuntu var. Pozuntu artıq keçir, doktor, aylara bağlı olacaq ciddi bir xəstəlik deməkdir, deyilmi? Bu ataqların müalicəsi, yəni zamanında olunmadı. Bunlara adi bəsit baxdıq, dediyiniz kimi normallaşdıq, gündəlik həyat tərzində çevirdik, amma bunun ağırlaşmış durumları getdikcə daha çox kəskinləşdi. Nə zaman müalicə tam effekt nəticə verir, nə zaman gecikmiş bir zamandır və həmin zamanda nəticə əldə edə bilirikmi? Bilirsiniz, burada insanın o həkimə gələndə onun psixoloji durumundan çox şey asılıdır. İnsanın inanıb, inanmasından çox şey asılıdır. Bundan əvvəlki hansı müalicələr alıb, hansı hər bir xəstəliyin bir neçə müalicə usulları var, farmakoloji nöqteyi nəzərdən. Hansı sxemalar istifadə olunub,
hansı dərmanlar istifadə olunur? Məsəl üçün, ehtiyac olmayanda çox güclü təsir edici dərmanlar, birinci o dəqiqəyə başlayırlar çox güclü təsir edici dərmanlardan istifadə etmək. Olar ki, qısa müddətdə yaxşı effekt verir, amma sonra xəstə məcburdur dərmanın dozasını artırmaq və sonra o dərmandan asıllıq yaranır və sonra bizim yanımıza gələndə mən artıq bilmirəm neyim, artıq o asıllı vəziyyətdədir. İndi onu panik atakdan yox, onu asıllıqdan müalicə etmək lazımdır. Birinci bu asıllığı yığışdırmaq lazımdır. Ondan başqa insanın fiziki durumundan da çox şey asılıdır. Məsəl üçün, insan əgər gəlir şəkər xəstəliyi ilə, piylənmə ilə, kardioloji xəstə problemləri ilə və ya mədə-bağırsaq problemləri, sən bilmirsən nəyə diqqət yetirəsən. Və belə hallarda deyəndə ki, xəstələrə, bəs sən bir kardioloqa get, kardioloqdan bir müayinədən keç, bir xolesterindir, nədir, o mənə aiddir, onlar hamısını yoxlatdır. Bax gör, kardioloji müalicə nədir? Sən onu elə, gəl, mən sonra öz müalicəmi yazaram. Mənə deyir ki, mən ürək üçün gəlməmişəm ki, mən gəlmişəm panik tutmalarla. Deyirəm ki, bala, səndə o ürəkdə olan xəstəlikdən sən ölə bilərsən, panik tutmadan ölməyəcəksən. Sən get əvvəl onun müayinəsini keç, sonra gəl, mən davam elətdirərəm. Xəstənin maariflənməsindən çox şey asılıdır. Bilirsiniz, maariflənmə nə mənada deyirəm? Maariflənmə odur ki, hər bir insan öz xəstəliyindən lazımı qədər bilməlidir. Həddindən artıq bilmək düzgün deyil. Məsəl üçün, gəlir deyir ki, mən oxumuşam ki, bu xəstəliklərdə dopamin həddindən artıq olur. Mən istəyirəm öz dopaminin miqdarını ölçüm. Ya da gedir, hazır bir siyahi gətirir. Bax, mən oxumuşam internetdə ki, bu dərmanlar dopamini artırır. Bu biri dərmanlar serotonin artırır. Xahiş edirəm, bu dərmanları yaz mənə. Deyirəm, onda mənə niyə müraciət etmirsən? Mükəmməliyyətçi insan tipləridir, deyil mi? Artıq sən özün həkimsin, get özün özünə o resepti yaz. Nə də olursa olsun, bu xəstəliyin müalicəsi var. Və hərdən bir mənə deyirlər, ay doktor, sən deyirsən müalicə var, bəs bax, mən müalicə olundum, getdim və 1 ildən sonra, 6 aydan sonra yenə də başladı. Deyirəm, sən qripdən bir dəfəli müalicə oluna bilirsən? Yox. Sən təzyiq xəstəliyindən bir dəfəli müalicə ola bilirsən? Yox. Bir dəfəli müalicə olunur, yalnız radikal müalicə. Məsəl üçün, cərrahiyyə müalicəsi. Apenditsit var idi, kəsdi, atdı, apenditsit qutardı. Və deyəndə ki, axı bu psixoloji xəstəlikdir. Bu mikrobdan asılı deyil, bu virusdan asılı deyil, bu mühitdən asılıdır. Mühit, şərait, cəmiyyət, həyat tərzün, yuxun rejimi. Sonraki həyat bunlar hamısı bunlardan asılıdır. Və təbii ki, bu xəstəlik təkrar oluna bilər. Lakin bu o demək deyil ki, bu müalicə olunmur. Hər bir xəstəlik kimi təkrar oluna bilər. Hər bir terapevtik xəstəlik kimi təkrar oluna bilər. Ona görə insanlar gəlib ümidlərini itirməsinlər ki, bu düzələn şey deyil. Bəli, necə ki, bəzən depressiya ilə elə müalicə eləyən həkimlər var ki, deyir ki, artıq müalicə elədim və ömrünün sonuna qədər depressiyaya düşməyəcəksən anlayışı nə dərəcədə realdır. Əgər gündəlik həyat tərzimizlə bağlı situasiyalarla, problemlərlə qarşılaşırıq, təbii ki, bunların olması çox normaldır və hansı həkim ki, deyir, artıq bunu müalicə edəcəm, heç bir zaman geri dönüş etməyəcəm. Çox təəssüf olsun ki, bizə o həkimlərə qarşı böyük inam yaranır. Bəli, çox inam yaranır və artıq onlara qarşı meyilliyi başlayır, amma əslində bunlar nə zamansa geri, mütləq deyil ki, bunlar dönəcək, amma dönmə ehtimalları olan xəstəliklərdir. Amma zamanında müalicəyə də tabi olan və gözəl müalicəsi olan xəstəliklərdir. Reklam fasiləsinə ayrılırıq. Qısa reklam fasiləsindən sonra yenidən müzakirəmiz davam edək. Bugün panik ataklardan danışırıq. Reklam fasiləmiz bitdi. Müzakirəmiz yenidən davam edir. Xatırladaq ki, panik atak və panik pozuntudan danışırıq. Qonaqlarımız isə Tibb Universiteti Psixiatriya Kafedrasının dosenti Arazman Çöhrəli və həkim psixoterapevt Elmir Əkbər. Doktor,
Araz doktor tam incəliklərinə qədər toxundu. Əslində çox geniş bir mövzudur və hər kəsin özünə fərdi yanaşma prinsipi üzərində qurulub bu. Məsələn, bir insanda görülən bir gedişat başqa insanda sezilmir. Bunda bir fərqli yanaşmadır, bir fərqli pozuntulardır. Bəzən də gecələr də panik atak tutan insanlar var ki, qorxudan ondan oyananlar da var. Konkret olaraq bunların göstəriciliyi hansı xəstəliklər üzərindən biz tam deyə bilirik ki, bu gedişat ona bağlanır? Demək, mən hər dəfə bunu söyləyirəm ki, o qədər də yerində olmaz əgər mən durub vaqa insulyar krizlə simpatika adrenal krizin fərqi haqqında danışsam. Amma ümumi desək, mən bir də tamaşaçılar diqqətli olsun deyə mən o səhvləri haqqında da bir məlumat verəcəm. Maarifləndirək. Ümumiyyətlə, bu zaman yaranan, sırf belə deyim də, psixoloji simptomlar, əlamətlər, qəfil gələn ölüm qorxusu və yaxud da dəhşətli bir hadisə olmaq qorxusu, infarkt olmaq qorxusu, ağlını, şuurunu itirmək qorxusu, kontrolü itirmək qorxusu və s. bu tip qorxular və nəticədə görürsünüz ki, ürək döyüntü artır, ürək takikardiya yaranır, təzyiq qalxır, təngi nəfəslik, boğulma hissi yaranır. Yadınızdadırsa, o koronavirus pandemiyası dövründə əslində insanların şikayətləri çoxsu panik tutmalardan idi. Onlarsa onu koronanın əlaməti bilirdilər. Panikaya düşmələr daha çox ona görə panik pozuntu, panik atak təhlükəlidir. Bax, bu məsələ var. Və təbii ki, başqa əlamətlər də var. Baş gicəllənmə, o beyin dumanlanma deyirlər dırnaq arasında. Ürək bulanma, bəzi insanlarda qusma, qaytarma və s. və ilaxır belə-belə əlamətlər ola bilər. Və o anında, bilirsiniz, o pasientlərə ətrafındakılar anlayıram, dəstək olmaq istəyir. Amma deyiləcək ən pis söz kimi onlar nəyə qiymətləndirir? Fikir vermə boş şeydir, özünə ələ ala. Bu, özünə ələ ala bilsə ələ alar da. O, insanın özündən asılı deyil. Yenə deyirəm, onu ya mütəxəssis bilir nədir, bir də o yaşayan insanlar. O qədər dəhşətli bir haldır. Təəssüf ki, kənardan heç kim anlamaq istəmir. Çox təəssüf. Ona görə də anlayışda olsunlar belə pasientlərə, belə şikayət olan insanlara. Çox anlayışda olsunlar. O qorxu hissi, o dəhşətli. Yəni, bilirsinizmi, təsəvvür eləyin ki, bir insanı qatar reyslərinə sarıyıblar və qatarın artıq səsi gəlir, işıqları görsən, o insan nə hal yaşayar? Ən azı elə bəlkə də ondan dəfələrlə güclü qorxu və panika hissini həmin pasientlər panik atak tutması zamanı yaşayırlar. Və əziz tamaşaçılar, ən böyük səhvlər nələrə diqqətli olun? Birincisi, o dediyimiz təhlükəli, asıllıq yaradacaq preparatlar hansılardır? Bunlar qətiyyən antidepressantlar və neyroleptiklər deyirlər. Bunlar trankvilizatorlar, anksiyolitiklərdir. Onların 99%-i çox pis asıllıq yaradır. Onlar çox limitli, qısa müddətli istifadə eləmək üçündür böyük əksəriyyəti. Ona görə də bu qrupdan preparatlar sizə təyin olunursa, indi efirdə onların adını bir-bir saymaq olmaz, televizyada, düzdür, sosial şəbəkədə və digər yazırıq, deyirik, amma efirdə bunu deyə bilmərik. Amma o qrupa anksiyolitik, trankvilizatorlar, bax bu, onlarla manipulyasiya eləməyi sevən həkimciklərdən uzaq durun. Bəli. Və təəssüf ki, tam əksinə, neyroleptikləri və yaxud da ələl-xüsusda antidepressantları qaralayıblar. Ən pis PR, ən qara PR antidepressanta gedir. Niyə? Çünki bu boyda, nə bilim, 100 minlərdir, milyonlardır. Oradan başlayır. Bəli. Qara PR. Bəli. Çox başa düşür, bu boyda dərmanların içində yeganə həqiqi müalicəvi effekt verəcəklər sırf o qrupa aid olan dərmanlardır. Və onu qəbulu həm o saxtakar həkimlərə sərf eləmir, həm də saxta aptek işçilərinə sərf eləmir. Onlar böyük məmnuniyyətlə onun əvəzinə o firmaların gətirdiyi çox bahalı qiymətə, amma heç dərman olmayan bir şeylər var. Xarici ölkələrdə onları marketlərdə satırlar. Elə bir şeyləri, bəli, dərman adı ilə deyir, o antidepressant asıllıq yaradacaq, ala bunu iç. Halbuki heç bir antidepressant asıllıq yaratmır.
Bu ümumiyyətlə mümkün deyil. İkinci bir məsələ, bəziləri savadsızlıqdan, bəziləri də məqsəd yönlü pasiyentlərə demir ki, bu müalicə ən azı yüngül hallarda bir il davam eləyəcəkdir də. Yəni bunu demirlər ki, o tez saxla. Çünki özünüzü yaxşı hiss elədi. Simptomlar getdi, bu o demək deyil, müalicəni saxlamaq olar. Vaxtından tez saxlasaz, təbii ki, geri qayıdacaqdır. Bir müddətdən sonra daha pis formada o simptomlar geri qayıdacaqdır. Və digər çox ağrılı bir məsələ. Çox ağrılı bir məsələ. Yadınızdadır, keçən efirdə zəng vurub bir tamaşaçı, bir dağ kəndinin sakini gəlibdi doktor təşviş həyəcan pozuntusuyla özəl klinikalardan birində dələduz fırıldaqçı adam, həkimcik, səhv bilmirəmsə, ya nevroloq olub, ya kardioloq olub, yenə də İraq savadlı həkimlərdən, o maşenniklərdən söhbət gedir. Bunu götürüb qəşəng 2000-ə yaxın manat pulunu alıb ki, sənin təşviş həyəcan pozuntun, panik atakın, diaqnozunu qoymaq üçün qan analizi götürüb və Türkiyəyə göndəribdilər güya. Türkiyədə onu xüsusi, təbii ki, heç arada heç nə göndərilməyib. Baxın, gedirlər, qapıdan gedir. Maddə tapılıb. Bəli. 700 manata elektroensefalogramma, 5-10 manatdır onun maya dəyəri. Hələ ensefalogramma. Bəli. Marsdan gəlib. Bəli. Çünki 800 manat, 900 manat, 1000 manat, hələ mən aşağısını deyirəm sizə. Halbuki bunu sığorta ilə pulsuz da eləyə bilər. Belədir ki, 10-15 manat bunun maya dəyəridir. Yəni başqa yerlərdə bunu eləyəcəklər. Və qan analizləri 1000 manatdan, 900 manatdan qanını götürməliyik mütləq. Dünyada deyəndə bu dəqiqə hal-hazırda Azərbaycanda heç bir psixoloji pozuntunun, o dediyimiz problemlər, təşviş, həyəcan, panik atak, onun heç bir laborator, instrumental analiz, müayinə metodu yoxdur. Bu hamısı dələduzluqdur. Onlar aldadırlar sizi. O özü də heç bir pasiyent də qayıdıb, çox az bəziləri deyəndə ki, tamam, analizi verin, nə yazılıb? Tutaq ki, gedim mən başqa klinikada verir. Yox, ancaq o klinikada. Bəziləri hətta heç pasiyentin əlinə deyirlər ki, deyirəm, yəni hanı bəs o 1200 manatlıq analiz deyir. Yox, o dedilər, medsestra dedi ki, elə həkiminizə verəcəyi özü baxıb. Heç nə də vermirlər. Demək ki, analiz filan da yoxdur. Ən yaxşı halda qanun o 5 manatlıq ümumi analizi ola ya olmaya. Görün, necə aldadırlar insanları. MRT-yə göndərirlər, KT-yə göndərirlər. Həyəcan pozuntusunu, panik atakı MRT göstərəcəkdir, yoxsa KT göstərəcəkdir. Yəni, bunlar hamısı, bilirsiniz, hətta o şualanma faktorunu da nəzərə almırlar. O atqat deyirlər də, prosent, onun ödənilən pulun axı 90%-ni bu göndərənə verirlər. Amma bilirsiniz, sözünü kəsirəm, bəzi hallarda, elə bugün belə bir hal olmuşdur. Xəstə yapışıb ki, yox, məni mütləq MRT-yə göndər. Deyirəm, abala, MRT-yə ehtiyac yoxdur. Yox, məni göndər MRT-yə ki, mənim beynimə baxsınlar, orada nə var, nə yox, beynimdə heç bir şey yoxdur. Deyirəm, artıq pulum varsa, get balova xərclə, get özünə bir şey al. Yox, məni mütləq göndər MRT-yə. Gedirsən, get, mənlikdir, get hansı MRT-yə eləyirsən. İstirahətə, bayaq Ülviyə xanım gözəl bir yer haqqında danışırdıq. İndi məsləhət olsa gələcəkdə xəbər gedin. Qəşəng sanator, kurort, istirahətinizi götürün. O hər tərəflən psixoloji, həm tibbi faydası var. Bu aparatlar, bunlar çox təhlükəlidir, əzizlərim. Çünki doktor, onlar onun qeyri-normal olduğunu bilmirlər pasiyentlər. Məsələn, siz keçən dəfə vurğuladınız, bizə dönüş olaraq tamaşaçı zəng vurdu ki, doktor vurğuladı ki, qan laborator analizləri psixoloji gedişatda ümumiyyətlə gərəksizdir. Artıq o informasiyanı bildikdən sonra onlar görürsünüz, artıq məlumatlar ötürdülər ki, bizdən bu qədər, bizdən ümumiyyətlə laborator analizlərini, hətta xarici ölkələrə göndərmə üzərindən bu qədər pulların vəsaitin ödənilməsi tələb olunub. Hər dəfə danışdıqca bilinir və hər dəfəsində sizə böyük təşəkkür düşür ki, siz bu haqda danışdıqca əslində insanlar maarifləndirir. Sizə düşür təşəkkür ki, Ülviyə xanım, siz bu təəssüf ki, bu maariflənmə hansı başqa efirlər bu tipdə siz analoji bir tanıyırsınızmı? Ancaq pul alıb dələduz
dırnaqarası həkimcikləri yalandan, yəni heç nə danışırlar, özləri də bilmirlər. Yəni sırf tibbi verilişlərdən söhbət gedir Bəli, də. biz elə hər zaman onu düşündük ki, sizin kimi dəyərli və peşəkar, sözün əsl mənasında işinin peşəkarı, həm ixtisası, həm peşəkarlığı, elmi fəaliyyətə söykənəcək məhz savadlı insanları gətirdik ki, insanlar ən azından kimə müraciət edəcəklərini bilsinlər. Bəzən də yanlış istiqamət insanları daha çox faciəvi bir duruma gətirirlər. Əgər panik atağı biz kardioloqda və nevroloqda müalicə alacağıqsa, çox bərbad bir nəticə. Mən inanıram və əminəm ki, neçə insanlar deyir ki, müalicə almışam illərdir, nəticə görməmişəm. O heç bir zaman inanmıram ki, psixoterapevt və psixiatrda müalicə olunsun. Bunlar yəqin ki, başqa ixtisaslardadır. Bir də bizdə bir məsələ yaranıb ki, bir kompleks yaşanma var, doktor. Məsələn, başqa mövzularla bağlı bizdə hər dəfə doktorlar olanda insanlar çox arxayınlıqla zəng vurub problemlərini deyə bilirlər. Hələ də bizdə psixoloji problemlə bağlı canlı efirə qoşulub problemlərini deməkdə hələ də kompleks yaşayırıq. Çox təəssüflər olsun ki, indi redaktorumuz mənə bir mesaj göndərib ki, qadınam deyir, şərti olaraq adım demək istəmirəm, şərti olaraq adımı Leyla deyin, zəng vurub, amma mesaj olaraq problemini yazıb ki, çox xahiş edirəm, mənə kömək edin. 51 yaşım var, düşüncələrimdə daima mənə pis olan, mənə pislik edən insanları öldürməyimi düşünürəm. Nə edim ki, bu fikirlərdən uzaqlaşım? Yəni, bunu hələ də bizdə bir utanqaclıq var. Bir ictimai bir düşüncənin təsiri var. Kimsə səsimi tanıyar, kimsə qonşum məni tanıyar kimi bu fikirləri deməyək. Bax, övladlarımızı gizlin saxlayaq, qızım, oğlum psixiatra getdi, mənə nə deyərlər düşüncəsi bizi daha da çox problemlərə sürüklədi və hər dəfəsində deyirəm ki, zənn edin ki, bu bir böyrək xəstəliyidir. Bir ürək, nə qədər gözəl ürəklə zəng vurub problemlərimizi söyləyiriksə, bu xəstəlikdən də heç bir zaman nə utanacaq, nə kimdənsə, hardasa belə deyək də, rəncidə olunacaq bir gedişat deyil. Heç kəs heç nədən sığortalanmayıb və insanların özü də hər dəfə düşdüyümüz durumlar var. Hər dəfə özümüzün də məsləhət bildiyimiz və içdiyimiz dərmanlar var ki, bunlar çox normaldır və bununla bağlı kompleksin ümumiyyətlə nə qədər ki olacaq, bizdə problemlər çoxalacaq. Nə qədər ki qapalı saxlayacağıq, kiməsə dərdimizi deməyəcəyik, bu qədər də artıq, bunlar artıq belə deyək də, rüşeymlər çoxalacaq. Bununla bağlı indi bizdən kömək istəyir, amma yeni reklam fasiləmizə çıxmağımıza çox az var. Reklam fasiləsindən sonra mümkünsə biz bu xanıma tamam qoşulmaq istəmir, amma yenə də biz buna, yenə də baxın, ölüm düşüncəsi və ölüm qorxusu ayrı, amma mənə pislik edən insanları öldürməyi düşünürəm deyə artıq bu düşüncə sırf olaraq kəskinləşmiş bir göstəricidir. Qısa reklam fasiləsinə ayrılaq, sonra yenidən müzakirəmiz davam edəcək. Reklam fasiləmiz bitdi. Müzakirəmiz davam edəcək. Qoşulan xanımın sualını da cavablandıracaq. Hətta redaktorumuz deyir, bir tamaşaçımız da efirə qoşulmaqdan imtina etdi. Sadəcə doktorlarla özü fərdi danışıq istədi. Yenə də mən vurğuladığım məsələ tamam olsun. Yetər ki, sizin probleminizə bir azca kömək etmiş olaq. Elə müalicə və reabilitasiya ümumiyyətlə sağlamlıq həyat tərzimizdir deyə düşüncəni danışırıqsa, burada Tibet Uzun Ömürlər Klubu haqqında istəyirəm bir məlumat verək. Ümumiyyətlə dənizin sahilində çox gözəl bir məkanda yerləşir. Təbii üsullarla müalicə metodu, Tibet müalicə üsulu ümumiyyətlə dünyada bilirik ki, ən əlçatmaz və unikal müalicə metodlarından biri sayılır. Bu mərkəzdə təbii ki, anadan gəlmə olan ciddi xəstəliklərdən istisna olmaqla insanda olacaq bir neçə xəstəliklərin tam müalicəsi aparılır. Təbii ki, bu dərman vasitələri ilə məşğul olan mütəxəssisin həmin qrafik əsasında müalicə və terapiya üsulları gedir. Baş ağrıları, bel, ayaq ağrıları, onurğa xəstəlikləri, ümumiyyətlə eyni zamanda psixoloji, nevroloji xəstəliklərin reabilitasiyası və onlara dəstək olaraq böyük bir komanda çalışır. Telefon nömrələri təbii ki, ekranda yazılıb və bununla bağlı müraciət etmək istəyənlər təbii ki, bu nömrələrlə əlaqə saxlaya bilərlər. Eyni zamanda onu da xatırladım ki, bizim uzaq bir vilayətdən və əyalətimizdən gələn insanlar, əgər burada müəyyən vannalar var ki, vanna terapiyaları qəbul etməsi üçün geri dönüşün və yaxud da hər dəfə gəlməsində problem yaşayırsa, bunların otaq və oteldə qalma təminatı da tam olaraq orada yerləşdirilir və onun üçün əlavə olaraq heç bir ödəniş tələb olunmur. İnsanların təbii ki, ruhsal
dincəlməsi çox önəmlidir, doktor. Hər zaman deyirəm, bəzən bu qədər iş həyatından yoruluruq ki, insan kənara və təbiət qoynuna çıxmaq istəyir və bir müddət özümə zaman ayırım deyə düşüncəsinə gəlir. Bu qədər yüklənmələr, bu qədər, hətta bu panik atak yaşayan insanlara da elə sual verəndə ki, nə zaman özünə zaman ayırmısan, nə zaman istirahət etmirsən, ya deyəcəklər ki, tamam, rayona getmişik, o da necə, avtomobili mən idarə etmişəm, elə getmişik, gəlmişik, bunu da istirahət sayanlar var. Amma insanın özünün ruhsal dünyasından bir təklikdə qalması, özünlə bir ötüb keçənlərə hesabat etməsi də əslində bir terapiyadır. Çünki özümüzü tanımağa başlayırıq, özümüzü kim olduğumuzu kəşf etməyə başlayırıq. Bunlar çox önəmlidir. Təəssüflər olsun ki, hələ də bunun mexanizmini yürüdən, buna təlimata uyan insanlarımız çox azdır. Amma müəyyən dönəm olur ki, insanlar da o qədər çarəsizdir ki, bunu həmin an vəziyyətdən çıxartmağı düşünürük. Bu tamaşaçımızın sualı ilə bağlı istəyirəm buna cavab verək. Bu 51 yaşlı xanım izləyicimiz, mənə pislik edən, mənə düşmən olan insanları hər zaman öldürməyi düşünürəm. Olar mən cavab Buyurun. verim. Təəssüflər olsun ki, hələ nəinki tək bizim cəmiyyətdə Tamam, var. bizi doktor cavablandırsın, alacağıq. Telefon xəttində tamaşaçımız bir azca gözləsin. Aha. Hələ indiyə qədər bizim, nəinki bizim başqa cəmiyyətlərdə də psixiatriya və psixiatrlara qarşı biraz hələlik o qorxu var, distansiya var. İstəmirlər ki, kimsə bilsin ki, o psixiatra müraciət edib. Hətta mən sizə bir söz deyim ki, mən hardasa öz pasiyentlarımı görəndə mən onlarla salamlaşmıram. Mən üzümü çöndərirəm qırağa, yəni ki, mən səni tanımadım. Çox vaxtı görürəm ki, onlar da belə edirlər, istəmirlər ki, ətrafdakılar bilsin. Və xanım dediyi o şikayətlər ki, öldürmək istəyir, o pis insanları, kimsə ona ziyan edib, o fikirdən qırıla bilmir. Bilirsiniz, ən birincisi onu yaxşıca bir müayinə etmək lazımdır. O fikirlərin mənbəsin, hardan o fikirlər qaynaqlanır və doğrudanmı o adamlar ona pislik edirlər? Bəli. Və nə insanlardır onlar? Bu bir. İkincisi, televizor, efir vasitəsilə. Əgər bu belədirsə, əgər belə bir təhlükə varsa, əgər insan bu sözü ifadə edirsə, bu təhlükə daşıyır. Belə hallarda mütləq ona dərman müdaxiləsi lazımdır. Və efir yolu ilə necə mən deyə bilərəm, nə dərman, ya doktor necə deyə bilər, hansı dərman. Ona görə məsləhət görünür ki, bir həkimə, mütəxəssisə müraciət etsin, hər tərəfli müayinə olunsun və ondan sonra yəqin ki, müalicə yazılar. Bəli, bizim elə doktorlarımızın da nömrələrini siz elə geri dönüş olaraq götürə bilərsiniz. Nə lazımsa biz bu yolda sizə kömək eləməyə hazırıq. Əslində bu düşüncələr insanı, yəni bir həyəcan təbliğidir ki, dərhal müraciət etmək lazımdır. Tamaşaçımız var telefon xəttində. Eşidək sizi. Axşamınız xeyir olsun. Buyurun. Xanım, axşamınız xeyir. Çox sağ ol. Ülviyə xanım, mən ikinci dəfə də sizə bura zəng vururam. Mən Tranikin nevdən bir insult kimi olmuşdum. O vaxtdan hələ mənim qulağımda şum var. Mən Covington Forte içirəm, qulaq həkiminə getmişəm. Sonra özüm Activigen, Terental, sonra cürbəcürdə bu baş beyinə görə iynə dərman eləyirəm. Ancaq mən bir çarə tapa bilmirəm bu qulağımdakı şuma görə. Təşəkkür edirik. Allah şəfanızı versin və qulaqda səs-küyün olması təbii ki, müalicə alır, amma getmir. Başa düşürəm, bəli, xanım dediyi dərmanlar, bəli, o dərmanlar, o kükül olur qulaqda. O xəstəliklərdə istifadə olunur. Ancaq mən sizə bir söz deyim ki, bu bizim sahə deyil. Bu mənim sahəm deyil, bu psixiatriya sahəsi deyil. Bu nevrologiya, bəlkə otolaringologiya sahəsidir. Yəqin ki, ora müraciət etsələr daha məqsədə uyğun olar. Bəli, bu elə bizdə olan doktorlar da, nevroloqlar da bu haqda danışmışdıq. Bu əslində lor həkiminə müayinədən əgər bir nəticə vermirsə, artıq bu nevroloji xəstəlikdir. Bəzən Menyer xəstəliyi deyilir buna. Mayenin yığılı və kristallaşması, səs-küy yaratması. Baxın, o özlərini reklam eləyənlər sinəsinə deyən nevroloqlar, xanım, tapın nömrələrini gedin, müalicə eləsinlər. Əslində onların pasiyentidir. Niyə müalicə eləmək? Bəlkə də uzun illərə söykənəcək bu xəstəliyi daşıyır xanım. Mən tam bilmədim neçə aydır, ildir əziyyət çəkir. Hər bir halda onlar məşğul olmalıdır. Mənə deyirlər ki, o qədər
axırda yığışıb səni öldürəcəkdi o dələduz həkimlər, o diplomu olmayan psixoloqlar. Mən elə gəlir ki, inşallah çox ümid edirəm. Bilirsiniz, Səhiyyə Nazirliyi, təbib bu işlərə üstünə ciddi düşsünlər. Ümumiyyətlə psixoloji effekt verən, psixotrop dərman preparatları apteklərdə ancaq həkim psixiatrların və həkim psixoterapevtlərin resepti əsasında buraxılsın. Bəli. Hər istənilən həkimin resepti ilə onlar buraxılmasın və o dərmanların təyinatı, apteklərindəki satışı total, ciddi nəzarətə götürülsün. Hər yerindən gələn, hətta həkim olmayanlar belə görürsünüz ki, o preparatları apteklərlə nəsə tanışdıqla satdırırlar, aldırırlar. Bu məsələlərə çox yaxşı olar ciddi nəzarətə götürülsün və bir də yaxşı olardı ki, bir ümumi müştərək təbiblə Səhiyyə Nazirliyinin bir olsaydı, bir bazası, hardakı mütəxəssislərin diplomları olsun, insanlar kimisə axtaranda ki, bu insan mütəxəssisdirmi? Daxil olsunlar o sayta və görsünlər ki, bu insanın diplomu hansı diplomdur? Ümumiyyətlə, varmı diplomu? Mən çox inanıram ki, yaxın gələcəkdə elə bunların da həyata keçməsi olacaq. Çünki çox ciddi, əslində ruhsal xəstəliklər bəzən, mən onu hər zaman vurğulayıram ki, bizim tibbi və bioloji xəstəliklərdən daha üstündür ki, onun fonunda da o xəstəliklərin yaranma ehtimalı var. Biz adi və bəsit yanaşsaq da, amma psixoloji xəstəliklər çox böyük bir, belə deyək də, artıq təhlükəyə söykənəcək bir xəstəlikdir ki, biz hələ də bunun fərqində deyilik, təəssüflər olsun. Növbəti tamaşaçımız var telefon xəttində. Bütün xəstəliklərin kökündə yenə də bunlar. Psixoloji məsələlər dayanır. Axşamınız xeyir olsun. Buyurun, eşidək sizi. Axşamınız xeyir xanım. Axşamınız xeyir. Mənim sualım Elmir bəyədir. Mən onun verilişlərdə görürəm, amma mən yoldaşım rəhmətə gedəndə biraz qorxmuşam. Bir 4 ildir rəhmətə gedib. Amma onun o necə can verməyi, necə belə şey olmağı məni çox pis vəziyyətdəyəm də çıxmır başımdan. Mən necə belə hansı meyvə həkimə də yaxınlaşıram, deyir ki, psixoloqa getməlisiniz də deyirsiniz. Mən bilmirəm onun qabılına necə düşüm. Mən yaxşı olaram, olmaram. Mən xahiş edirəm, mənim sualımı cavablandırsın. Nəysə inanım onadır. Elə biləm, onu ilə 2 seans, 3 seans geçsəm, bəlkə mən aylaram, yaxşı olaram. Çox ağır dərmanlar atıram, pis dərmanlar atıram mən. Təşəkkür eləyirik. Allah rəhmət eləsin yoldaşınıza da, yoldaşının ölümündən sonra hələ də. Yəni, doktora o qədər də əl çatmaz deyil əslində bizim bu dəyərli həkimlərimiz. Təbii ki, elə sizdən vurduğunuz nömrədən birbaşa redaktorlarımız əlaqə nömrəsini verə bilər ki, siz də dönüş olaraq əlaqə saxlaya bilərsiniz. Elə Bakı şəhərində fəaliyyət göstərirlər. Araz doktor elə Bakı Sağlamlıq Mərkəzində çalışır. Elə Elmir doktor, siz də diaqnostik mərkəzdə ünvan 8-ci mikrorayon ünvanı. Yəni, Bakının demək olar ki, əlçatan bir məkanındadır. Arzulayır ki, sizin yanınıza gəlsəm, şəfa tapacam. Əslində, bu da özü bir... İnşallah, inşallah. Bu dəqiqə valla internetdə hamını, o gün bir, belə deyim də, mərcə götürdüm, elə Google-da Roma Papasının kontaktlarını yazdım və hətta onun kontaktları mail ünvanından, elektron adresindən tutmuş. Hər bir kontaktı tapmaq olur və təbii ki, mən də sizin başsağlığınıza qatılıram. Xanıma, Allah yoldaşına rəhmət eləsin deyirəm və mən düşünürəm o insan doğrudan da rəhmət qazanıb. Təəssüf ki, hər insan dünyasını dəyişəndə onun həyat yoldaşı bu qədər ağrı, acı yaşamır. Demək, orada çox dəyərli bir həyat olubdur və bu özü çox gözəl psixoterapiya üçün çox gözəl resurs bazasıdır. Buradan çıxış eləyərək işləmək olar. Yəni, demək, çox dəyərli bir... Yəni ki, bu mümkündür. Yəni, bu sizin düşdüyünüz situasiyadan çıxmaq çox da ciddi problem deyil. Yəni, əlçatandır. Sadəcə sizinlə əlaqə saxlayıb sizin yanınıza gəlmək istəyir. Növbəti tamaşaçımızı eşidək. Axşamınız xeyir olsun. Buyurun. Axşamınız xeyir olsun. Canlı efirdəsiz. Eşidək sizi.
Neysə problem yarandı telefon xəttində. Bayaq Ülviyə xanım, zəngdən öncə siz gözəl məsələni vurğuladınız ki, əslində psixoloji problemlər hər şeyin başında və hər şeyin kökündə dayanır. Bütün xəstəliklər, ürək qan damar sistemi xəstəlikləri, onkoloji, bədxassəli şişlər, filan xəstəliklər, mədə-bağırsaq sistemi xəstəlikləri, bütün, hətta bədbəxt hadisələrin kökündə də insanların ruh halı, psixoloji durumu durur. Adicə panik atak, bəli, panik atakdan anında dünyasını dəyişmir insan, ancaq hər tutma zamanı qana nə qədər o şərti olaraq o stres hormonları dediyimiz maddələr buraxılır, qana yaranır ki, qana ifraz olunur ki, onlar hər biri insanın daxili orqanlarını, sistemləri bombardıman edir. Və nəticədə günlərin bir günü hansısa bir yerdə bu... Hipertoniya xəstəliyi, şəkər xəstəliyi... Bəli, hamısı hər şeyin başında psixoloji problemlər durur, hər bir şeyin. Bəli, biz hələ də bunun çox təəssüflər olsun ki, fərqində deyilik, doktor. Psixoloji xəstəliklərin biz nə qədər bizi bəlalara və faciələrə qədər apara biləcək durumu hələ biz tam anlaya bilmirik. Ya bu haqda tam bilgimiz azdır və yaxud da başqa mütəxəssislərə yönəlik o qədər bu xəstəlikdə müalicə almışıq ki, elə bilirik ki, gedişat elə də olmalıdır. Bəzən çox qısa tədavisi olan xəstəlik illərə söykənəcək, biz onu illərlə bilmişik. Bəzi müalicəsi olanın müalicəsi yoxdur deyə bilmişik. Çox əslində doğru bildiyimiz yanlışlar en qədərdir. Niyə doktor bu qədər az maarifləndirirsiniz? Məsələn, siz psixiatriya sahəsində sizin demək olar ki, artıq imzanız danılmazdır və psixiatriya deyəndə Araz Mənçöhrü imzasını tanımayan yoxdur. Efirlərə yəqin ki, zaman çox ayırmalısınız sizin kimi mütəxəssislər ki, bu insanlarımız da azacıq da olsa bilgilənsinlər. Tamaşaçımız var telefon xəttində. Eşidək sizi. Axşamınız xeyir olsun. Buyurun. Alo, axşamınız xeyir. Axşamınız xeyir. Mənim sualım doktoraydı, Elmir doktora. Buyurun. Atamın 86 yaşı var. Yəni 15 ildir bu panik atakdan əziyyət çəkir. Doktora da aparıraq, yəni deyir ki, qocalıq psixozudur, müalicəsi yoxdur. Yəni onu bilmək istəyirdim ki, görüm müalicəsi varmı? Yəni belə qoca insanları panik atakdan sağalırmı? Yəni demək olar ki, gün ərzində tutanın 24 saatını elə demək olar ki, 20 saatını qorxu içində yaşayır da. Üzr istəyirəm, hansı hisslə yaşayır 24 saat? Eşidə bilmədim. Tutan demək 20 saatını demək olar ki, qorxu hissindən yaşayır da. Elə bir deyir, öləcəmmi? Ya nəsə bilmirəm. Elə də deyir, doktora gedim. Doktora aparıraq gəlir 2 gündən sonra bir də gelir doktora gəlir. 2 gündən bir gərək onu elə doktora apara gətirəcəm. Bax, qorxu içində olur. Baxın, tutma ilə olur. Tutmanda rahat, sakit adamdır da. Amma tutması tutanda olur da belə axıl üstü olmur. Siz dediyiniz o panik atakın əlamətlərinin hamısı var onda. Deyirlər ki, qocalıq psixozudur, yəni sağalmır. Yəni onu bilmək istəyirdim, sağalır, yoxsa yəni onun müalicəsi varmı qocalığınlar? Qocalıq əlamətidir, deyirlər diaqnoz olaraq. Təşəkkür edirəm zənginizə görə. Bəli, demək, təbii ki, müayinə eləyib dəqiq nəsə demək mümkündür. Təəssüf ki, yaşla bağlı gedən degenerativ dəyişikliklər doğrudan da geri dönməzdilər. Ancaq görürsünüz ki, onlarla paralel insanda depressiya da ola bilər, insanda təşviş həyəcan pozuntusu, digər psixoloji problemlər də ola bilər ki, ən azından biz o psixoloji problemi müalicə edib aradan qaldıra bilərik və hər hansı orqanik prosesi də ən azı saxlamaq mümkün olar ki, o daha dərinləşməsin, bildiyimiz kimi o zəkada, yaddaşda ciddi bir fəsadlar yaranmasın. Hansısa bir, amma yəni bu da bir evlad kimi sizə əhsən ki, valideyninizin qeydinə qalırsınız, onu... Psixoloji xəstəliklərin doktor yaşlılıqla bağlı əlamətidir deyilməsi də... Bilirsiniz, hər yaşın öz psixologiyası var və yaşlı insanların da onların öz psixologiyası var, onların öz həyata baxışı var, onların öz həyata münasibəti var. Və bilirsiniz, onların xasiyyəti dəyişiləndə yaşla bağlı. Onlar istəyirlər daha çox diqqət mərkəzində olsunlar. Onlar istəyirlər ki... Diqqət qayğı əslində onlara qarşı yönəlsin. Və bəzi hallarda onlar... Bilirsiniz, mən o zəng eləyən bura vətəndaş, biz görürük ki, o valideyn üçün qayğı hissiyyəti var, valideyninə kömək etmək istəyir. Lakin
həmən o degenerativ xəstəliklər zamanında, proseslarında insan xəstəyə elə gəlir ki, qayğı azdır. Daha çox qayğı tələb eləyir. Daha çox diqqət tələb eləyir və o diqqəti artırmaq üçün deyir ki, mən öləcəyəm, mən ölürəm və bu sözü deyəndən sonra təbii ki, yaxınları yığışır onun ətrafına. Yenə də Allah atanıza ömür versin, amma yenə də bir müayinə etməkdə böyük bir fayda var. Mütləq. Yəni, hər bir formada dəstək və kömək etməkdə biz hazırıq. Növbəti tamaşaçımızı eşidək. Hələ bizə tamaşaçılar telefonla danışmayan və danışmaqdan imtina edənlər maşallah bizim bu efirdə gedən nömrələrin WhatsApp-ına göndəriblər mesajlar ki, bunları oxuyacağıq. Telefon xəttini eşidək sizi. Axşamınız xeyir olsun. Buyurun. Abədiniz xeyir. Buyurun. Efirlə əlaqədir eləmi? Canlı efirdəsiz, eşidirik sizi. Buyurun. Mənim sualım doktoradır. Bəli, buyurun. Məndə elə bir ki, əldə ayaqda əsmə var, həyəcan var, təşviş var. Elə bir ki, belə deyək, bayılma olur. Mən elə bir nevroloq müayinəsində olmuşam. Deyir ki, isterik nevrozsan. Güclü həyəcan olur. Yəni onunla bağlı zəng eləmişdim. Ki, onun müalicəsi varmı? Əl ayaqlarda əsmə titrəmə, isterik nevroz və nevroloqun qoyduğu. Birincisi, bax, bugün elə rastlaşdığım bir кейsi deyim. Əgər sizə kimsə, birinci əgər həkim sizə resept yazırsa, əziz tamaşaçılar, siz ondan mütləq tələb eləməlisiniz diaqnoz. Çünki həkim sizə mütləq diaqnozu səsləndirməlidir və yaxud da ehtimal diaqnozu deməlidir. Çünki psixoloji problemlər elədir ki, bəzən birinci seansdan diaqnoz o dəqiqə bəlli olmur və yaxud da bir-birinə o qədər oxşuyur. O, əvvəllər var idi, nevroza bənzər şizofreniya deyirdilər. Şizotipik pozuntu, obsessiv-kompulsiv pozuntu, bunlar bir-birinə o qədər oxşuyur ki, buna seanslar lazımdır onun diaqnostikası, diferensiyasiya eləmək üçün. Amma hər bir halda həkimin bir görünüşü, bir təsəvvürü olmalıdır ki, sizə resept yazsın. Yoxsa insanlar gəlir illərdir bir o mündəricat kimi yazıb, artıq qeyd edib, toplayıbdır kitabələr formasında reseptlər. Amma soruşam, yaxşı, diaqnoz sizə nə qoyublar bu müalicələr deyir, heç nə deməyibdir. Elə şey ola bilməz. Demək, o adam dələduzdur. İkinci bir məsələ. Deyirəm, bugünkü bir case yazmış. Deyir, heç nə, doktor dedi ki, nevrozluqdur sizin xəstəliyiniz. Nevrozluq. Nevrozluq adında xəstəlik yoxdur. Demək, o adam, o Qobustandakı qaval daş kimi, onun başı da elə boşdur ki, sizə elə bir diaqnoz qoyub. Çünki bu qalıbdır, o ötən əsrin nəğmələri deyirdilər, Hitlerin dövrünün İsterik nevrozdur, doktor, diaqnozu. Bilirsinizmi? Çünki müasir xəstəliklərin təsnifatı var və hər bir həkim diaqnozu qoyanda müasir bir məlumata söykənərək onu deməlidir. Və təbii ki, isterik pozuntular var, konversiyon pozuntular, dissosiativ pozuntular, bunlar onların müasir ekvivalentlərdir. Ona görə də təbii ki, müayinə eləyib, müəyyənləşdirmək. Çünki həyəcan, təşviş pozuntusu bu bir başqa diaqnozdur. Konversiyon pozuntu ki, yəni yəqin ki, adam o rəml atıb ruhlardan soruşub, onu demək istəyirmiş. Və yaxud da dissosiativ hansısa əlamətlər. Onlar biraz başqa əlamətlərlə. Orada da düzdür. Orada bilirsiniz, все-таки psixiatrik diaqnostika ilə psixoterapevtik dəyərləndirmə biraz fərqli gedir. Məsələn, hətta psixoterapiya metodikalarında fərqli terminlər var. Məsələn, psixoanalizin tamam fərqli terminologiyası var. Onlar tamam başqa cür diaqnostika aparırlar. Doktor, gəlsin yanınıza. Yəni, müayinə əgər edib... isterik pozuntular uzun illər əvvəllər sonradan bu artıq belə deyək də artıq dəyişilərək konversiyon pozuntu adlanır. Amma yenə də burada o qədər həssas nöqtələr var ki, bəlkə elə deyilən diaqnozun özü heç bizdə, pasiyentimizdə elə deyil. Bunu dəyərləndirmək müayinə peşəkar tərəfindən mütləqdir ki, biz o üzrə sonra müalicəyə gedək. Məsləhət görərdik ki, elə müraciət edəsiz. Çox üzr istəyirəm. Növbəti tamaşaçımız. Dələduzlara toxunmuşkən, bir dənə sonuncu bir dənə də nöqtənin diserti deyim. O diplomlar satırlara sizə aldadıb. 6 aya sizi klinik psixoloq eləyirlər. Özdə deyirlər ki, dövlət nümunəli
dələduzluğa baxın ha, deyirlər dövlət sənədi veririk. Amma yenə də Saxtakarlar da. doktor, tamaşaçı, Siz gedin, izləyici, belə deyək də pasiyentlər yenə də müraciət edəndə bilmirlər kimdir. Əsas vicdani hisslər o insanların özünə qalıb, amma yenə də insanların... O təhsili almaq istəyənlərə mən hələ deyirəm ki, siz gedin görün, o sizə verilən o vərəqi Təhsil Nazirliyi və yaxud da Səhiyyə Nazirliyi qəbul eləyirmi? Təsdiqləyirmi? Çünki 3 aya, 6 aya psixoloq mu eləmək olar oyunuz? Klinik psixoloq, müalicə eləyəcək bu adam öz aləmdə, elə deyirlər. Təəssüflər olsun ki, bunu da əziyyət çəkən... Bugün elə saxta sənət alverişləri peyda olubdur ki, hamı deyir ki, adamın özünün ayağı Şengen zonasına dəyməyib. Cəmaata deyir ki, mən sənə Avropa Psixoterapevtlər Assosiasiyasının üzvü eləyəcəm. Çox üzr istəyirəm dönə-dönə. Valla, izləyin, za neskromnost, mən Avstriyada təhsil almışam. Amma mən heç vaxtda durub heç kimə qələt eləyib deyə bilmərəm ki, səni gəl, aparacam. Adamlar deyir ki, Amerika Psixiatriya Assosiasiyasına üzv eləyəcək. Heç kim də soruşmur ki, sən kimsən? Sən ümumiyyətlə Amerika göstər görək, heç vizası almısanmı? Sən Amerikadansa təcrübə ya təhsil almısanmı? Sən o assosiasiyaya hansı hüquqla? Yaxşı, tamam, üzv eləyəcəklər. Gedib sən Amerikada işləyə biləcəksənmi? Assosiasiya o üzv olmaq o deməkdir də. Yəni, gedəcəksən, sən orada işləyəcəksən. Yəni, o qədər insanlar aldadırlar və təsəvvür edin, təəssüf ki, psixoloq olmaq istəyən, psixiatr, psixoterapevt olmaq istəyən bəzi insanlarımız da o dələduzların tələsinə düşür. Çox təəssüflər olsun ki, əgər telefon xəttinə tamaşaçımız ayrılmayıbsa, eşidək sizi. Axşamınız xeyir olsun. Sizi biraz gözlətdik. Buyurun. Axşamınız xeyir olsun. Canlı efirdəsiz. Buyurun. Bizi eşidirsinizsə, buyurun, eşidək sizi. Alo. Axşamınız xeyir olsun, buyurun. Axşamınız xeyir. Axşamınız xeyir. Xanım, bu sualım mənim bu həkməli ki, bu müasir, bu indiki olan motivasiya kitabları var, hansı ki, biz onlardan psixoloji olaraq faydalanmağa çalışırıq. Yəni, biz onlara düzgün eləyirikmi, əminlikmi bunlardan? Ümumiyyətlə, həkimlər bu kitabları oxuyub, özünə psixoloji kömək eləmək istəyən adamlar haqqında nə fikirlərini bildilərdilər. Mən çox maraqlıdır mənim üçün. Super sual. Tamaşaçımız elə ona deyəcəkdim ki, çox həssas bir nöqtəyə vurdunuz. Müasir, artıq şəxsi öz-özündə terapiya üsullarının biri də bu kitablar üzərindən oxuyub özlərini tədavi etmək məsələsidir. Artıq telefon xəttimizdə o qədər yüklənmələr var ki, biz qısa-qısa cavablandıraq. İndi kim cavablandıraq? O üzrə məsləhət bilirsinizmi bu müalicə? Mən bir söz deyərdim, mən öz fikrimi sizə deyim. O çox gözəl bir şeydir. Hər insan öz üzərində işləməlidir. Hər insan öz xəstəliyinlə məşğul olunmalıdır. O qədər indi ədəbiyyat var ki, onlardan baş çıxartmaq çox çətindir. Mən həmişə özüm üçün dəyərli sayıram o ədəbiyyatı ki, orada məsəl üçün yazılıb. Tibb Universitetinin və ya həkimlər üçün, felçerlər üçün tövsiyyət olunub Təhsil Nazirindən, Səhiyyə Nazirindən, hansısa bir məşhur, tanınmış universitetdə. Əgər orada yazılıbsa, siz onu istifadə edə bilərsiniz. Əgər o söz orada yoxdursa, əgər orada təsdiq yoxdursa, o da mənim fikrimcə, bəlkə ola bilər, o doğrudan da dəyərli bir ədəbiyyatdır. Mənim fikrimcə, o tamamilə yersiz bir şeydir. Doktor, psixiatriya haqqında, əgər psixiatriya, psixoloji xəstəlik haqqında yazılırsa, bunu həkimlər yazmalıdır da. Ədəbi yazması əslində bir həyatı hekayə yaza bilər. Tibb Universitetinin tələbələri üçün, həkimlər üçün, medsestralar üçün, felçerlər üçün, o başqa məsələ. Psixoloqlar üçün, o başqa məsələ. Və ondan müalicə ədəbiyyatı kimi istifadə ediriksə? Mütləq mən də öz fikrimi icazənizlə bildirməliyəm. Bu dəqiqə o qədər böyük fırıldaqçılıq baş verir. Sosial şəbəkə üzərindən hamı, üzr istəyirəm, belə kobudda səslənsə, ağıl verir. Hamı dəlləklik öyrədir cəmaata. Deyir, coach sözün anlamını bilmir ha. Yəni, bu güya o qədər
həyat təcrübəsi. Bu bir 200 yaşlı bir qurudur, bir dərvişdir və bu artıq həyatın bütün sirlərini bilir və öyrədəcəkdir ki, siz necə milyarder olun, ən uğurlu, xoşbəxt ailə sizin olsun, ən nə bilim nəyin, ənin vertolyotlardan gəzəcəksiniz hər yerə. Heç kim də maraqlanmır, yaxşı sən bəz özün. Yəni, sözüm onda yox. Niyə bu təhlükəlidir, əziz tamaşaçılar? Bu çox təhlükəlidir, həmin o dediyiniz bulvar ədəbiyyatı da olar, sarı bulvar kitabları da olar və o çıxışlar və o güya təlimlər verirlər, treyninglər keçirlər. Birincisi, bu təlimlər də peşəkar, ali təhsili olan mütəxəssis verməlidir. Qeyri halda oradakılar, bilirsiniz, ümid alverçiləridir. Onlar saxta bir belə impuls verir, gedirsiniz müəyyən bir şuuraltı təsirlə mən xoşbəxt olacağam, mən əldə eləyəcəm. Qayıdıb gələndən sonra çox böyük bir uçurumun dibinə düşür və insan fikirləşir və elə bilir ki, o zalda onunla əyləşir, onu 999 nəfər bu dəqiqə hamısı milyarderdir, xoşbəxtdir. Bir dənə bu deyir, ayda mən filan kəs də məni xoşbəxt eləyə bilməz də, demək, day mənə ümid yoxdur da. Necə böyük bir uçuruma düşür və eyni zamanda valideynlər diqqətli olun, evladlarınız həmin o roliklərə baxırlar sosial şəbəkələrdə. O, çox bədxassəli narsistizm təbliğ olunur orada ki, ailə nəyinə lazımdır, valideyn, uşaq, dost, qohum, sosial dəyərlər nəyinə lazımdır, yaşa hamıya, üzr istəyirəm bu ifadəyə görə tüpürərək, hamının üzərindən keç, ayaqla, bir dənə özünsən, sən fironsan, sənə hamı qulluq eləməlidir və o çox pis nəticə verir sonunda. Bəli. Ona görə onlar təhlükəlidir. Və mən də qısa olaraq bir dənə deyim ki, məsələn, belə ədəbiyyat olaraq həmişə Viktor Frankl'ın kitablarını tövsiyə eləyirəm ki, çünki o həm peşəkar həkim, psixoterapiyanın banilərindən, atalarından biri. Bəli, və həmçinin də onun ədəbiyyatı çox şicəşşi, çox qoruyucu. Bəli, yəni ki, o yanaşması Freydi oxuyanda, yəni Freydi oxumaq üçün gəlirsə, bəli, mütəxəssislər üçün o nəzərdə tutulub. Amma Frankl çox gözəl ədəbiyyat. Bəli, və eyni zamanda mən də Araz doktor dediklərini çox, yəni ya Rədim Sıvam, ya Pısal, sizlə tam razıyam ki, o çox hara tövsiyə olunur, kim yazıb, kim üçün nəzərdə tutulur? Redaktorlar kimdir, tərcüməçilər kimdir? Bəli, onlara diqqət yetirməliyik. Son artıq başqa xətləri yəqin ki, qoşa bilməyəcəyik. Efir vaxtımız yekunlaşır, dəqiqələr qaldı. Son tamaşaçımız bizi gözləyir. Tamam, sizi də eşidək. Axşamınız xeyir olsun. Buyurun, o qədər yaralı və həssas məsələlərə toxunuruq ki, zaman belə yetmir. Yenə də bildirilməyən fikirlərimiz qaldı. Tamam, sizi eşidək, axşamınız xeyir olsun. Baxarsınız verilişə də. Axşamınız xeyir olsun. Axşamınız xeyir, buyurun. Mən sizi salamlayıram. Elmir doktora müraciət eləmək istəyirəm. Mən bu infarkt stent qoydular mənə. Panik atak yaşayıram da indi. İstəyirəm bir Elmir Əsmin bir müraciət edirəm, qəbuluna düşə bilərəmmi? Vaxtımız da azdır. Bəli, qəbula düşməklə siz zəng etdiyiniz nömrələrdən sizə dönüş edərək doktorun əlaqə nömrələri veriləcək, istər köməkçi, istər özünün. Yəqin ki, problemli qəbulda panik atakdır. Keçmiş olsun, təbii ki, və biz çox gözəl bilirik ki, belə ciddi əməliyyat keçirmiş, xüsusilə də kardioloji pasiyentlərə mütləq psixoterapevtik müşayiət lazımdır. Mən çox şadam ki, sizin əməliyyatınız geridə qalıb, o probleminiz həll olunubdur, əməliyyat olmaq o deməkdir ki, artıq o problem həll olunubdur. Amma bunun davamına mütləq şəkildə təbii sizin dietanız, həyat tərziniz, həkimin, kardioloqumuzun, cərrahımızın tövsiyələrinə riayət eləmək və mütləq psixoterapevtik bir müşayiət lazımdır ki, mütləq Araz doktor da elə vurğuladı ki, biz buradan sadəcə fərziyyə üzərindən danışa bilərik, amma reallıq tam başqa bir şey də göstərir. Bunun üçün də bunlara əmin olmaq üçün müayinə lazımdır. Bir dəfə gəlmək yetər ki, konsultasiya zamanı nədən əziyyət çəkirik, konkret səbəb nədir, onu aşkarlamadan təbii ki, müalicə etməsi yanlışdır. Artıq efirimiz yekunlaşır. Bizim çox sayda efirə qoşulub danışmaqda kompleks yaşayan tamaşaçılarımızı oxuya bilməyəcəm. Sadəcə birinin elə danışdığımız məsələ ilə bağlı panik atakdan əziyyət çəkir. Naxçıvandan yazıb, güclü panik atak və yaşayıram, çox əziyyət çəkdim. Nevroloqa müraciət etdim, mənə dərman yazdılar, vurdu, bədənimdə çox problem yaratdı. Hazırda təzyiq, yuxusuzluq, baş ağrısı, nəfəs darlığı, qorxu, həyəcan yetərincədir.
Artıq bunları da nevroloqda Bax, bunu bunlarla deyirik. bağlı yazıblar. Nə edəcəyiniz təbii ki, bizim bax bugün elə qonağımız olduğu dəyərli doktorlar. Əslində panik atak nevroloqun müalicə etdiyi, tədavi etdiyi xəstəlik deyil. Bu ciddi psixoloji xəstəlikdir ki, panik atak və panik pozuntu və bununla da birbaşa psixoterapevt və psixiatrlar məşğul. Təkcə psixoloqların və klinik psixoloqların da əslində məşğul olacağı sahə deyil və bu iki mütəxəssisin paralel yürüyüşü əsasında bu gedir. Buna görə də bu qədər zaman itkisi və hər gün bizim əleyhimizə işləyən zaman. Çox təəssüf olsun ki, bundan sonra hər halda insanlarımızda bəlkə də bir bilgi oyanar ki, bu xəstəliklə bağlı mütəxəssis sırf olaraq məhz bunlar olmalıdır. Hər birinizə zamanınızı bizimlə keçirdiyiniz üçün dəyərli zaman sizə dərin təşəkkürümü bildirirəm. Verilişimizin vaxtı bitdi, mövzu geniş, çox insanlara qoşa bilmədik, üzürlü sayın mesajlarda. Bəli, mesajlarınızı da danışmaqda kompleks yaşayanlar göndərişdə oxuya bilmədik, üzürlü sayın zamanımız bitdi. Hər birimizə sağlam can və sağlam ruh arzulayırıq və sağlam düşüncə, hər şey məhz sağlam düşüncədən başlayır. Qərar vermək və düzgün mütəxəssis seçməkdə. Bugünlük bu qədər salamat qalın, sabah görüşmək ümidi ilə.